Çox qəribədir əslində. Yəni qadın artıq sığınmaq istəyəndə, belə deyim, yəni artıq ev, ailə olmaq Bəli. istəyəndə, kişilər də onda daha cavan. Nə üçün onda kişilər də daha cavan xanımlara meyl göstərirlər? Orada nə baş verir bəs? Valla daha cavan xanımlara tək kişilər maraq göstərmirlər. Bunların arasında qadınlar da olur, amma belə deyək də əsasən əksəriyyətinə baxdığımızda bəli, kişilər özlərindən kiçik, qadınlar isə özlərindən yaşca böyük partnyora üstünlük verirlər. Bunun səbəbi yenə də şuur altında qadın və kişinin gözləntiləri ilə bağlıdır. Çünki qadın istəyir ki, arxalana biləcəyi, güclü, qüvvətli bir insan olsun onun arxasında. İstər-istəməz baxdığımızda, əgər kişinin yaşı qadının yaşından çoxdursa, qadında hardasa belə bir təfəkkür, düşüncə formalaşır ki, bu məndən yaşca böyükdür, daha çox yəqin karyerasında ilərləyib, daha çox uğurlara sahibdir, daha çox buna sığınmaq olar, daha belə məni qoruya bilər. Eyni zamanda qadının şuuraltı zehninin ilk tanış olduğu kişi modeli atası olur, kişininki də anası olur. Ona görə qadın şuuraltı zehni istər-istəməz bir ata obrazını onda yarada biləcək bir kişini istəyir. Və hər bir qadının da şuur altında o övlad kimliyi formalaşanda o ata bizdən yaşca böyük olur. Dağ kimi görülür uşaq vaxtı. Ona görə də qadınlar özlərindən yaşca böyük kişilərin daha çox həyatlarında, münasibətlərində olmasını istəyirlər ki, onun daha çox qanadları altında mühafizə oluna bilsinlər. Kişilərdə isə bu biraz tam tərsinədir. Nəyə görə? Kişilərdə biraz biolojik olaraq da onların istər fiziki tələbatları olsun, istərsə də kişilərin o diqqət və qayğısına qalma, böyüklük eləmə, belə deyək də, dağ olma ehtiyaclarını, biraz da egolarını tatmin etdiyinə görə kiçik yaşdakı xanımlarda bu daha yaxşı alınır. Yəni bir kişinin daha özündən yaşca kiçik bir insana böyüklük eləməyi, ağalıq eləməyi, padşahlıq eləməyi daha asan gəlir, nəinki özü ilə eyni yaşda ya da özündən yaşca böyük olan bir qadına. Çox maraqlıdır.